Videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Arkadaşlar bir müddet dediğim kimi salamlaşmalarımız, sağollaşmalarımız, gülüşlerimiz, danışıqlarımız necə deyim, səssiz, sakit tonda olacaq. Mənim qışqıra-qışqıra gülməklərimdən bezənlərə şad xəbər. Artıq qışqıra-qışqıra nə gülə bilirəm, təkcə uşağa görə yox, həm də əməliyyata görə nə də danışa bilirəm. Yəni bildiyiniz sizə şad xəbər. Deməli qızlar, sabah inşallah Zeyd üçün yox əslində Zeydin başı çıxmır. Amma özümüz üçün, bizim üçün bir aktivite olsun, ürəyimiz açılsın, evdə qaldığımız günlərdə sıxılmayaq, qəşəng şəkillər çəkdirək, xatirələr qalsın deyə Zeyd üçün qəşəng evi bəzəyəcəyik. Çox böyük bir şey yox, xırda bir dekor düzəldəcəyik birlikdə. Amma videonu indidən başlatıram. Zeydi böyütdüyümüz günləri, onunla məşğul olduğumuz anları da kayd eləyirəm. Necə ki, uşaqlarla gəzdiyimiz, onlara hədiyyə almaqlarımız, onlara elədiyimiz sürprizlər, elədiyimiz zarafatlar, keçirdiyimiz hər günü günlük kimi bura kayd eləyirəmsə, bu da bizə qoşulsun, necə böyüdüyünə baxsın. Böyüyəndə istəsə bəlkə açıb baxar, yəni günlük kimi. Uzun sözün qısası, gecə mənlə birlikdə Zeydə baxacaqsınız. Bir anne, uşaqlar üçün bilirəm ki, məncə maraqlı olar. Çünki Əsnad üçün də, Məriş üçün də, Rabiş üçün də körpə uşağı ona baxmaq maraqlıdır, pozitivdir onlar üçün. Düşünürəm ki, sizin üçün də maraqlı olar. Mənlə birlikdə mənim kimi də yeni ana olanlara haydi birlikdə öyrənelim. Mən bilmədiklərimi siz mənə başa salarsınız, sizin bilmədiklərinizi mən göstərərəm. Belə-belə çocukları büyüteceğiz arkadaşlar, inanıyorum. Neyse. Şəhriyarın dünənki videoda değindiği putulkanı. Dedin sen için teyze putulka alıp. Putulkanı. Daha sonra ay Allah eyledim. Soskanı sterilleşdirməliyik arkadaşlar istifadəsinə başlamak üçün. Bir də Şəhriyar sağ olsun. Halal olsun ona. Ona tapşırmıştım ki get şüit suyu al. Yani buradaki herkes çocukun şüit suyuyla gazını çıkara böyüdüb. Ben de şüit suyu işlədəcəm yani. Həkimlər dərman demişti ama affedin beni. Prosta Şəhriyar gedib səhv şüit suyu alıb. Bunu 2 yaşdan yuxarı uşaqlar işlədə bilir. Ama ataya demək lazımdır ki, dədəm, mənim 2 yaşım yoxdur. Mən 4 günlüyəm cəmi cümlət. Hani bu nədir alıb gətirmişsən üstümə adama deyərlər. Yəni biləsən ha, dədəvin birinci səhvi sənin dərmanlarını düzgün almır balam. Yəni anavı daha çox istə zəhmət olmasa. Getdik. O biri uşaqlara nətər özümü birinci istətdirdimsə, mənsiz qala bilmirlərsə buna da elə eləyəcəm. Mən qısqancam arkadaş. Mən çocuklarımın atalarını daha çox istəməyinə katlana bilmərəm. Biraz da gedib misal üçün qızlar Şəhriyarı öpəndə çox pis paxıllanıram, nastroyeniyam korlanır. Başlayıram sinsilik eləməyə. Başlayıram özümü daha çox gözə soxmağa. Bilmirəm məndə bu sevilmək kompleksi nədir? Nəysə. İndi işlətdiyimiz putulkamızı da götürürük. Təzə alınanı da götürürük. Gedirik bunları təmizləməyə. Bu da burada yatıbdı arkadaşlar. Ağız dəsmalı bir tərəfdə. Naskısının biri bir tərəfdə. Çocuğum balacadır, balaca arkadaşlar. Bu naskılar onun ayağına böyük olur. Üzür yani içində. Neyiniyim aşkım, mənlik bir şey deyil. Sən cıqqılısan. Yeməyinin saatına da çox az qalıb bu arada. Yəni 10 dəqiqə vaxtımız var aşağı düşüb qalxmaq üçün. Yəni qışqırmağa başladı. Mənim bir də xasiyyətim var. Şəhriyardan öyrənmişəm. Yəni gözümün qabağındakı ən yaxın valideyn odur. Uşaqların üstündə elə əsirik ki, yəni baxmayacağam əməliyyata zada, vəhşi kimi qaça-qaça yuxarı gələcəm. Ona görə məcburən 10 dəqiqə içində burada olmalıyıq. Haydi getdik, vaxt itirməyək. Nəyi unutdum mən? Baldızım mənə tapşırıb ki, uşağı otaqda tək qoymayasan. Bilir də, başım bura qədər işləyir. Gidemiyoruz, kaldık burada arkadaşlar.
Mən bu arkadaşlar sözümə qıcıq olanları da deyirəm. Uşaqlar, mən şirinlik məqsədi ilə belə danışıram. Normal həyatda bu xəstəxanada qaldığım günlərdə də oradakı medsestra xanımlar gördü ki, mən Azərbaycan dilində normal şəkildə danışıram. Prosta sizi görəndə şirinlik eləmək məqsədi ilə, sizi çox istədiyim üçün, yəni şey eləmək üçün belə sözlərdən istifadə edirəm. Bu demək deyil ki, mən öz dilimizi işlətmirəm. Qayət də türklər demiş, gözəl bir şəkildə işlədə bilərəm. Sadəcə sizi görürəm, belə uşaq kimi oluram, başa düşürsüz? Relaks oluram sizin yanınızda. Ona görə dili dəyişirəm, sözləri dəyişirəm. Nəysə, çox danışdım. Balaca ana, necəsən? Yaxşıyam. Çox sağ ol mənim verdiyim gülə verdiyin hörmətə görə. Bunun üstündə kim oturub? Heç kim aşkım. Aşkım bunun yüzü necə soldu? Bunun yüzü rəngi yüzü krafada çıxır. Ah, çox sağ ol. Hörmət edirəm, Allahın olsun. Necədir vəziyyətin? Yaxşı. Baxın arkadaşlar. Gör nə qəşəng olsun. Yemək gətirib. Yemək bişirmişəm. Baxın. Dadlı çörəyi ilə qəşəng yeməyi, balamı gətirmişəm, yemək yesin. Balam, dur ayağa, yemək ye. Ben alım senden köpüşkəvi. Arkadaşlar. Aşağıda da konsertli. Nadir sağ olsun. Benim başım katır da. Oynuyorlar bir yerde. Ne Nadir görünür, ne olur görünür. Həqiqət. Qaçırlar oyuna, qaçırlar oyuna. Qaçırlar oyuna, qaçırlar oyuna. Mən düşdüm, bayaq yemək yeyirdilər. Hamı eyni anda yemək yeyirdi. Burada Zeyd, orada uşaqlarla Nadir. Zeyd mən elə bilən kişidir, onu götürən. Böyle bilsin, xanım nənə. Ay Allah. Zeydu. Getdim mən də yeməyimi yeməyə arkadaşlar. Bana sana kızdırımı Zeydu. İstedi. Ye bir dənə puan ver, vizyo söndür. Gözdə. Suyundan için mən xoşlayıram bu yeməklərin suyunu. Aşkım, Allahın olsun, çox dadlıdır, Quran olsun. Qəşəng pişirmişəm. Çox qəşəng pişirmisən. Baxın Ətli arkadaşlar. zadlı, göyərtili. Ətdəki əriyir ha. Dən buna bax. Çox qəşəng. Dəmirdir, sənə ehtiyacdır, lazımdır. Çox sağ ol. Əllərinə olsun. sağlıq. Qəşəng yeyib bədən və qoy güc gəlsin. Corab axtarırlar. Ay Allah. Dünən bir-birlərini qırırdılar. Yox, sən çox istəyirəm. Dünən bir-birlərini qırırdılar. Biz Bugün sən- Şəhriyarın corabı üçün yerdə sürünür ikisi də. Teduruq, biz demək arkadaşlar dünənləri didişmişik. Siz kameranı söndürəndən sonra bir-birimizi vurdu, bilmədi, şey oldu da. Mən şillə atdım, mən də onu yumruq atdım, yıxıldı yerə. Qadına əl qaldırmaq olmaz deyə mən də şey elədim, xahiş edirəm hər birinizdən, çox xahiş edirəm. Mən hər birinizi çox istəyirəm. Yəni mən xilas corablarımı tapıb niyə? Mən qulluğa göndər ona görə. Qoymur oturum. Allahın adından olsun qoymur tərpanım. Yaşamağı qoymur. Kuxunaya düşürəm, deyir, nə yiyirsən? Hamamdan çıxıram, qətvəm var. Nə bilim, çaya otururam, şinyat verim. Hər şey, hər şey. Mehribanlaşıblar biraz. Hər şey. İzləyicilər sizi qırışan yerdə xoşlamışdı amma. Bütün paltarlarıma da yiyə çıxıb Allah'ın olsun. Deyir, sən ged evdən, mən şəhriyə kimi gəzərəm. Allah mənim qarnımdan ona da versin. Get Şiş demirəm, şiş demirəm. Pivə. Mənim dostum deyil. dayanın, Oğlumun çocukum xəttinə dəyir. çocukum ağladı. Oğlumun xəttinə dəyir. Yox, göstərmirəm. Bu arada növbəti gündən hər birinizi salamlayıram Niyə arkadaşlar. qışqıra bilmirdiniz arkadaşlar, qışqıra bilmirdiniz. Yox, əslində belə Hamımızın qulağını sakit elədi Zeyd. Allah səndən razı olsun mənim balam. Və bütün evlərdə qaynanalar, babalar, nənələr heç kim işdən yorğun gəlib yatanda bunun səsi ilə durub dəli olmayacaq. Mən video baxmamışdan əvvəl o şey kodunu alım, rümdə çıxır. Hə. Yoxsa anası belə şeydir. anam da xodunu alırmış. Ana da bu kodunu Hadi alın da xodunu, sizi kim məcbur? Qaşqırma. Uşağın başı üstündə qalıb qaşqırma. Əsəbləşmə. Arkadaşlar,
Deməli bu gün durdum, gedirəm uşaqları durğuzmağa. Bu gün durdum Geçək. qəşəng. Elnaran retuzla çəkmədi. Dönlərdə çəkimsən. Çox uzandı futbol komandası kimi. Elə bir ondan oynayırdı. Nə? Basketbol. Yox, hayır, pastelimi göstərirəm. Deyirəm yerimi saldım. Yastıq üzlərimi dəyişdim. Buradan bəzi paltarları götürdüm, indi ütüləyəcəm. Yəni videoda Elnaran belə çəksən. Elnara uzandı. Elə bir bəsdir də şeydir, bəsdir də. Presim çıxdı, pres. Resim çıxdı. Göz. Kesin var ya. Ha, qoy. Bir dənə köhnə videoya baxasınız dönənki videoya. Bax özüm qalmışdım bu uşaq Elnaranı niyə belə çəkir? Aşkım o göstərirdi ki, kravata uşaqla durub otura bilirəm, presim var. Çəkməyələ çəkməsin. Mənim qeyrət damarım atır. Yaxşı başısı. Nəysə, bu arada mamam arkadaşlar dünəndən yorumlara takılıb ki, uşağın paltarlarını atapleniyada qurutmayın yazmısınız. Uşağın paltarları quruydu, sadəcə isti qalsınlar deyə arkadaşlar yığmışdım ora. Həm də indi ütüləyəcəm deyə gözümün qabağında olsun. Bura yığmışam, buradan ütüləyəcəm, yığacam şkafına. Biraz otağı səliqəyə salmışam. Buradan sumkamı zadı yığışdırmışam, götürmüşəm. Bu Elnarəyə məxsusdur. Atapleniyasından paltarları zadı yığmışam arkadaşlar. Yəni ki, elə bildim çəkmirik. Şu arkadaşlar, indi gedirəm çocukları durğuzmağa. Oje oyansınlar. Birazdan bibiləri gələcək. Getdik. Ay Allah. Məxmirələr, məxmirələr. Sən mənim göyçəyimin gözəlliyinə, Ay sən Allah. mənim qızımın gözlərinə, sən mənim qızımın burnuna, onun şirin dadına, onun göyçəkliyinə, onun gözəlliyinə baxın. Ay Allah. Oh, Axı bunlar da Zeyd boydana idilər, donmuş. Allaha and olsun ürəyimdəki sözü dedin Şəhriyar. Şeydi. Əli sən əlin boydadır. Gözdən çək mən qoyum əlimi. Şərir mən əlimlə bir boydadır. da, ofuşur o. Allah eləməsin Məryəm bana şillə vurasın. Ay Allah, ay Allah, ay Allah. Şəhriyar sən ürəyimdəki Ölürəm sözü mən, dedin. vallahi. Qoy danışım da məndə. Gözdə də. O Zeydi gördüm. Gəldim həmin gecə bunlara baxmadım. Ayda bunlar da nə vaxtsa o boyda olublar, Aa, balaca körpə Baş olublar. bəlası, ölüb dirilən adam. Ürəyi gedən hə? Ha, yıxılardı, gedərdi özündən. Barmağı qapı arasında qaldı bir dəfə maşın. Bilirsən niyə dedi ürəyi? Deyə bilmirdi. Heç vaxt qışqırmayıb mənim uşaqlarım. Yıxılanda böyükəm ağlamayıblar, qışqırmayıblar. Həmişə ürəklərini atardı. İndi gör nə qədər gözəlləşir. Üzü bığları var, qaşları. Uşağın bığları ilə nə Ye- işin var? Böyük kişidirlər üzə. Gülə də bilmirəm, reaksiyalarım dəhşətlidir. Hələm. 7 cücələrin kinosundan qaçmış əslatıma bax. 7 cücələrin kinosuna baxmısın? Anası hanı, Aslan hanı? Aslanla gecələr xahiş edir. Ay Allah. Ey Allah. Aslanın anası da burada. Hə. Ay ofuş. Sənə biraz əslatdan danışım. Onun uşaqlığından danışım. Qızmam var. Hə, hələ sənə əslatdan qorxmayın, zarafat elədim. Hələ sənə əslatın uşaqlığından danışım. Çiləli idi, gətirdilər, verdilər qucağıma. Anası bir baxdı, mən bir baxdım. İkimiz istədi deyək bu bizimdir. Bir dənə qərib uşaq idi belə. Gözləri yekəydə. Gözlərlə boydan ağlaya elə. Ancaq verdi. Bir dənə gülmək gülürdü, körpək. O özəlliyini məndən götür. Şaqqanaq vururdu, şaqqanaq. Atan nə demişdi gəlib? Mənim atam gəldi uşağa dəymək, 40 axşamı, 40 günündə yığıncaq eləmişdilər. Nənəsi il, Vəfa il, papası il. Atam gəldi, deyir ki, Şəriyə baxdı uşağa, narahat olma, yavaş-yavaş düzələcək, qorxma. Niyə qorxuram ki? Ata gözü başqa olur axı. Hə. Deyir, dünyanın ən eybəcər evladı qarğadadır. Dünyaya gələndə çox eybəcər oldu, qarğa balası, yumurtadan çıxan. Qarğaya deyirlər ki, dünyanın ən gözəl uşağını gətir. Gedir Qarğa öz gedir balasını. öz balasını gətir. Hər kəsin balası öz gözündə şirindir, gözəldir. Yəni, indi mənim qarğa balam da öz gözümdə şirin idi, görmürdüm. Dünyadlar çıxdı, get-gedə sehir başladı. Gözəlləşdikcə Üzündə, gözəlləşdi. gözü uzandı, gözləri. İndi Allahın adına and olsun, ofuş, mini, karınca.
Xaladenikə də yerləşir, şifanerdə də yerləşir, maşında hər yerə yerləşir. Bagaja da yerləşir. Ha. Özü üçün orada kamp qurur. Mini seçəm, mini seçəm. Yuxudan duran qız, yuxudan duran qız. Oy Allah! Açdı gözünü sən deyən kimi eynən aşkım. Bismillah. Balon göz Bir dənə aç, əsi bir dənə də aç elə. Bir dənə də aç. Ay, Ay Allah, əlinin forması, gözünü açmağı. balon göz, balon Konsert. göz. Ay Allah. Sənə bir dənə məxmirədən Sitiçli Rabiyə. Sənə bir dənə də məxmirədən danışma yox. Bizim heç birimizə qoymadığı hörməti Zeydə qoyan Rabiyə. Ay Allah, sənə bir dənə də məxmirəndən danışır. Balaca idi, fındıq boydu, ay ofuş. Fındıq burun. Hə, heç çiləsi. Elə indi də fındıqdır. Çıxmışdı, bir yaş heç olmamışdı. Onu qoyurdum velosipeddə, sumkam vardı, cibli sumka, o taxılları uşağı Hə, kenguru. Kenguru. Onu otuzururdum orada, velosipedlə belimdə yoldaşım əmişin malları vardı. Offshore-larındır, nədir? Hə, Onlar satır. avonza satırdı. Onları yığırdım sumkaya belimə, əmiş zakazları yığırdı, mən də qoyurdum belimə, başladım onları paylamaya evlərə. Bunu da Qucağında da otuzururdum, bu. bunu da otuzururdum velosipeddə sinəmdə sumkanın içinə. Bütün aslanı elə gəzirdi. Onu gəzdirmisən ha paylayırdı. elə. Getmişdik uşaq mağazasına. Mən zorla o kengurudan aldı ki, Zeydi mən qucağımda elə gəzdirəcəm. Hə. Bunu elə gəzdirərdim ay. Görüb İdmançı götürüb. idi. Uşağın bir yaşı olmadı. Bir yaşı olmamış. Həyətin pilləkanı demədən nağıl. Həyətin pilləkanı var uzun ha, qalxıb düşən. Hə. Təsəvvür elə o pilləkanı əlin Bir tutmadan yaşında. bir yaşı olmamışdı. Əlin tutmadan sağdan soldan çıxırdı, düşürdü. O indi çatır mənə sən dediyin sözün gerçəkliyi. O vaxt deyirdin 9 aylığı 9 idi, aylıqda 8-9 cəmaət hələ aylıq. təzə ayaq açır. Yox 10 aylıq idi. 10 aylıq idi. 1 yaş 12 aydan sonra olurdu. Hə. 10 aylıq zad idi. Elə bir şey 1 yaşının 1-2 ay qalmışdı. Qalxırdı, düşürdü, qalxırdı, düşürdü. Halaldır. Allahın olsun. Belə pəhlivan idi, pəhlivan nəzər. Allahın olsun. Bilirsən nə idi? İdmancı. Fındıq. Bir də həyətdə kubiklər vardı. Dırmaşıb kubiklərin üstündə belə qalıb şəkilləri var. Oyun çıxardırdı. Özü of heç incitməzdi adamı. Heç çox belə çox uşaqlar var ha. Maşallah, maşallah. Heç və incidən olmayıblar. Allahın olsun. Heç və incidən. İndi baxma istitsiz qala bilmir. Telefona çox baxır. Məsəl üçün qaşlarının ortası bığı oxşuyur, bığları çıxıb. Başladı da. Bura qədər yaxşı gəlmiş. Şiləşib, amma zato açqısı gözündə dassoynu qızdı. Sağ ol. Özüm açqı gözündə dassoynu qızdı. Sözün deyil. Bir dənə də belə rep kimi barmağı ilə belə söktar etdi. Hanca bərabər, kanca bərabər. Amma Allah eləməsin ki, Məryəmin şilləsinə tuş gəlsin. Vay. Çanası gedir. Evin kralı odur. Düz ortandadır. Evin kralı yox, evin vəziyyətə baxan odur. Evdə vəziyyətə o baxır. Düzdür. Təmizkardır zaten amma evin vəziyyətinə o baxır. Yaxşı. Mənim tənbəl qızımdır Allahın olsun. Çayın ver, içindəki çayın puşlarını təmizlə ki, boğazına yetməsin boğula. Çayın ver, puşun təmizlə. Çörəyin ver. Yox, hamısı. bacı olandan sonra böyük bacı bir də olandan sonra Zeyddən sonra dəyişib aşkım Yox, Quran and olsun. Dünən 3 dəfə getdi Zeydin paltarını yudu sərdə. Şokdaydım Quran and olsun. Yəni özdə deyirəm ki, Rəbi gözdə hələ gəlmə. Yolun düşəndə gəlib şey eləyərsən, yuyarsan. Dirəşdi ki, gözdə gəlirəm. Qalxdı yuxarıdım. Rəbi hələ lazım deyil. Götürdü, apardı 3 dəfə yudu paltarları. Kommentlərdə görürəm ki, görəsən əvvəllər də Şəhriyar belə kompliment deyən olub, ailəsinə can yandıran olub. Bəli dostlar. Bunlar özləri uşaqlarım da şahiddir. Biz maşınımızı satdıq, maşınımız satılır vəziyyətdə ayaqla başladım bunları gəzdirməyə. Bütün küçələr burada, bunlar özləri şahidlər. Parka aparırdım ayaqla. Bu niyə əlini dayı baş dalı eləyir? Hər yeri ayaqla gəzdirirdim. Maşın alan kimi də bütün gün küçələrdədir. O restoranda, o gəzintidə, bu gəzintidə. Yəni mən uşaqlarım, ailəm kasıb olmuşam. Çox hədsiz kasıb olmuşam da. Yəni kasıbın dibini görmüşəm arkadaşlar. Daha qonşunun toyuğu həyətə girib kasıb yemişik. Ha, Allah'ın halal elə qonşu. Yəni bilmirəm hansı qonşu idi. Yəni acını ölürdü. Sırası həyətdə oğlan gördüm, girdi, sırası bastım evin altına. Başını kəsdim, tükün orada təmizlədim. Çaq qaldırdım yuxarı, yedi. Yəni çox yazıq. Qışın qış vaxtı, qar vaxtı bunu etdilər, qazları kəsdilər. Qurban olma Allah, soğuqdan ölürdü. Yəni
o həyətdə ağac dərirdim, evdə yandırırdım ki, uşaqlar soğuqda ölməsin. Gedirdim günə 10 manat, 15 manat fəhləlik eləyirdim. Ofisiantlıq eləyirdim. Da dəhşətdə evdə xəstə saxlayırdım. 4 nənə, ana, baba, 3 dənə evdə xəstəyə baxmışam. Ağır xəstələrə, elə bir xəstələr ki, o xəstəyə heç gözlə baxanda adam ürəyi partlamaya qalır. Yəni çox kasıb olmur. Ona görə balalarım mən söz vermişdim ki, əmişlə mən də daha demişdim ki, gələcəkdə bu evləri zadı nəyim varsa verəcəm uşaqlara, özümüz gedib küçədə kirədə zətdə istirahət eləyək. Bir gün bu evladın evində, bir gün o evladın evində elə də ömrümüzü sonlandıracağıq. Və o komplimentlər ki, indi deyirsə, ofşa dediyin komplimentlər əmişə demirsən, əmişə bundan da gözəllərini demişəm. Hələ ofşla 3 ildir biz bir yerdəyik. Qurban olmalı, əmişlə biz 16 ilimiz, 16 ildə də mən həmişə ona gözəl sözlər demişəm. O mənə dayaq olub, mən də ona dayaq olmuşam. Ona görə də məni hər kəslər, hər nədən çox sevib, mən də onun əmsini. İndi həyatdır bu, belə gətirdi. Allahın bir möcüzəsi. Mənim bu həyatım özü bir möcüzədir dostlar. Həqiqətən möcüzədir. Haradaydım, hara gəldim, necə idim, necə oldum. Yəni bunlar hamısı bir möcüzəvi şəkildə dəyişdi, tamamilə. Və mənim sonra da sual verirlər ki, niyə Aslanın adını yaşatmadınız, niyə Aslan qoymadınız? Mənim əziz izləyicilərim, mənim gözəl insanlar, Aslan dünyaya bir dəfə gəldi, o mənim aslanım idi. Bu Zeyddir. Bir atanın 2 oğlunun adı Aslan ola bilər, 2 oğul, evdə 2 dənə oğula Aslan demə ola bilər, eyni adı qoyma ola bilər, yox. Mənim bir oğlum var idi, o cənnətdədir, bir dənə də oğlum indi bu həyata xoş gəlib, Zeydimdir. Onlar ikisi də cənnətdə bir-birinə qardaş olacaqlar. İkisi də bir-birini aslan deyə çağıracaqlar. Yox. Biri Zeyd olacaq, biri aslan olacaq. Atasının cənnətdə yolun gözləyən atası üçün, ev tikən atası üçün yol düzəldi. İndi Allah nəsib eləyəcək, mən cənnətə edəcəm, gedə bilməyəcəm, bilmirəm. Amma inşallah balalarımın tərbiyəsi ilə, ailəmin tərbiyəsi ilə ailəm hamısı bir yerdə cəmləşəcək. Yəqin ki, onlar mənim günahlarımı təmizləmək üçün öz savablarından verərlər. Verərəm mən sənin savablarımı. Sağ olun, çox sağ olun. Allah sizdən Bu da verər. Həriz bitikə verərsiniz, ata da dilənə girər cənnətə. Atanın heç bir günahı yoxdur. Atanın bir dənə günahı bilsən nədir? Nə? Tapa bilməyəcək. Valla mən bu 3 il ərzində sənin ciddi bir günah işlədiyini görməmişəm. Yox, belə bir günahım yoxdur. Məndən qabaq bilmirəm, amma ciddi bir, yəni insanların qəlbini qırmırsan. Hətta sən qəlbini qıranların belə, yəni köməyinə qaçırsan. Yaxşı tanıyanlar hamı yaxşı insanlardır. Mən pis tanıyanlar bilin ki, pis insanlardır. Mən üzü boz insanam. Düzdür, bu videolarda gülürəm, danışıram, atlanıram, düşürəm, amma gerçək həyatda tamamilə fərqli bir insanam. Çox ciddiyəm, çox əsəbiyəm, çox kaprizniyəm. Yəni həddən artıq özə çox əsəbiyəm, yəni olduqca əsəbiyəm və travmalıyam. Bir sözü 2 dəfə demirəm, ya vura bilərəm, ya döyə bilərəm, ya ağzımdan artıq əsri söz çıxa bilər. Çox yəni boğucu bir insanam. Amma yaxşı insanların qarşısında uşaq kimi danışıram, o belə. Valla sən belə deyirsən, amma pis insanların qarşısında da sənin dəfələrcə güclü səbir sərgilədiyi və Allaha tapşırdığı və həmişə uşaqla yadınızda saxlayın. Görmüşəm. Mən Qara Murad vardı, o vaxtda biz 12-onlarına baxardı. Onun bir oğlu çıxış elədi, o söz çox xoşuma gəldi. Dedi ki, bala sənə bir addım atırsa, sən bir addım dala keç. 2-ci addım atırsa, yenə dala keç. Yox, 3-cü addım atırsa, əgər bacarsansa yenə arxaya keç. 4-cü dəfə atırsa, yenə arxaya. Görsən ki, bəla ucu səndən əl çəkmir, bəlaya bəla ol. Mən o xarakterdəyəm. Yəni, bacardığım qədər arxaya keçəcəm. Amma o bəla ki, çox artıq əski bəla oldu, ona elə bəla olacaq ki, onun həyatı zindan olar. Yəni, çox böyük bəla olar. Düzdür. Mən getdim zaptırıq düzəltməyə, siz də durun gəlin. Mənim qızlarımı nəfəs ala bilmə, yazıq can çəkir. Məni danışdırmayın da, əsgərliyim yadıma düşür. Mən gedirəm siz üçün zaptırıq düzəltməyə, siz də durun, yaxşı uşaqlar. Durun aşklar. Can, ölərim. Duxuludular, qızlarım var ha. Hamısında əti şax yiyər. Parfümlüdürlər. Parfümlü qızlar deyil bunlar qızlar. Və burada bu boyda kolleksiya yığılır bu. Duxun içində çimiblər. Ay Allah, özüm hanım, stikerin canı. Stiker yox, stiker. Bütün canı. Yaxşı, mən getdim səhər yeməyi düzəltməyə. Sən yemisən Şəhriyar?
Aşkım ben neçə gündür yemək yemirəm. Mama da bayaqlar dedi. Sağ olsun gördü. Şükür Yemək Allah. yemədiyimi. Yaxşı, onda İndi dördünüzə mən orada bir kahvaltı. sənədi söyür. Niyə? Mən qulluğa göndərib, mən girmişəm bura, indi o... Vay. Qulluğa yox, Naidəni götürməyə göndəribsən. Dur, get çocuklarımın bibisini gətir. Tez elə. Asma çıldı. Ha, hamı Yox, Nakuş bibi tək gəl. Təbii ki, gəlir hamısı. Sən nə vaxt? Güney. Gülü, gülü. Gülsüm. Gülü gəlir, Gülsüm gəlir. Gül. Bunları sürpriz. Bu ne demək istədim? Uşaqdan oldu. Zeyd, atanı bağışla. Ata Zeyd etsə eşitmir onun gün. Zəhrası gəlir. Hə. Gülsümü Gülüsü gəlir. Əsması gəlir. Qabiyon otaqdan çıxardım. Vay. Ən zəhləm gedən şeydir, sizə otaqda görməyim. Həyatda ən nifrət elədiyim Yaxşı, overthinkləməyin. Mən getdim. Burada qalsın. Evet. Evet. Valla. Gülü yokan oldu üstüme. Yerə yapışdırmasın yenə səni. Vetsin sənin yerdə sürünə Bax, tap. evdə qaçma izad olmaz. Atı uçatıcı. Getdim Necə mən. dirildi? Ata bir saatdır bunlar kompliment deyil, dirilmədilər. Gördün? Aşkım, oyun arkadaşları. Kadroqaların adını eşitdilər, dirildilər. O hələ dirilməyib. Ona haqsızlıq eləmə. Öyle diriləcək. Getdik. Sağ. Ha, getdik. Ay Allah! Eldim axı. Bir də deyirlər ki, şeydir, Ofuş şeydir, Zeydi gördü. Nə oldu? Zeydi Allah. Ofuş Zeydi gördü da uşaqlar yaddan çıxaracaq. Onu deyim ki sizə arkadaşlar. Ofuş Zeyd dünyaya gəlməmişdən bu günə kimi ağlayır ki, Allah mənə o qədər güc versin ki, mən onların heç birini bir-birinə ayırmıyorum. Zeydin yanında qalın, bu uşaqlardan xəbərim olmamış olmasın. Zeyd olandan sonra heç əvvəl bəlkə onu eləmirdi. Zeyd olandan sonra hər gün səhər gəlir bunları öpür ki, birdən Zeydə artıq baxar, bunları sevgisindən məhrum qoyar. Yəni Ofuş, sən çox dəhşətdir. Mən bunları danışıram. Mən özüm belə danışanda özümdə müzakirə edirəm, danışa mənə qavrayıram. Sən başın doluymuş. Aşkım, başımı neş vurursun? O çevir kameranı. Qoy hamı görsün, sən başın doluymuş. Gülə də bilmirəm mən- tərslikdən. Kuklamsan. Sən mənim Yox, göyçəyimsən. mən ayrı seçkilik salmaram, Şəhriyar. Onlar Mən danışım qutardım. bacı qardaşdılar və biz olmayandan sonra indi illa ki Onlar- biz nə vaxtsa olmayacağıq da. Əlbəttə. Ömürlük biz bu dünyadan Əlbəttə. yapışıb Ya qalmamışıq bugün, ki. ya sabah, Bilmək hər nə olmaz ola yəni. bilər. İndi insanlar cavan gedirlər. Yəni ona görə onlar bir-birlərinə arxa dayaq olmalıdırlar. Bir-birlərinə qarşı qısqanclıq yox, sevgi hissi ilə böyüməlidirlər. Ona Mən görə evlatlarıma, Rabiə Zeydə ailəmə bu prava sevgini alacaq. borc verirəm. Ben bir sana Sevgim bunlara borcdur. Bunlar bu borcu mənə yox, bir-birlərinə qaytarmalıdırlar. Mən bunlar üçün yuxusuz gecələrimi, əziyyətli günlərimi, hər bir şeyi mən bunlara borc deyə verirəm. Bu borcu da mənə yox, mənim özləri bir-birlərinə qaytarsınlar. Bunların hərəsinin arasında bu borcu bölüşdürəcəm. Hamısı bir-birinə dayaq olmalıdır. Oğlum da 3 bacısı da. Bacı qardaş çox yaxşı şeydir. Onları da Mən görürəm cənnətdə qıraqdan. qoruyan 2 dənə də mələyim var. İnsan tək böyüməyi yaxşı deyil. Həqiqətən bacı qardaşın olmaq çox yaxşı Çox bir yaxşıdır, şeydir. çox yaxşıdır. Hərəsinin də öz yeri var. Ona görə hamısı da mənim üçün dəyərlidir. Abi Şirabi ile Meryem burada aşağı düşecek bölümde. Ben Cüsüm'e Zeyd burada kalacak. Meryem'in ya da Cüsüm burada bir tane krafat kalacak. Hə. Aslında. Diyorum ki Cüsüm Zeyd de burada olacak. Ben de gəlirsən bura partiya eləyərik. Qruplaşma yaratdınız Uje. Hə, Uje Rabiə ilə Məryəm. Mən Əsma, Məryəm aşağıda partiya eləyirlərdi. Yaxşı, tamam. Onlar aşağıda Təşkil eləyərəm mən siz üçün. Getdim mən zəftrik düzəltməyə. Siz də oyanın, gəlin qızlar. Biz otağımız yaxşıdır. Tamam. Kömək lazımdır. Yox, biz Getdik. Arkadaşlar, kahvaltını hazırladım. Mən getdim. Bir nəfər ağlayır. Kendinize iyi bakın. Uşaqlar, kahvaltı hazırdır. Gəlin. Elif bırak da belimdə. Arkadaşlar, Zeydi görməyə gəliblər. Deyirlər uşağı sən çıxart, qapını aç. Elif çək. Elif çək. Aç çək. Hardasınız? Hə, gəlin. Gəlin. Hanı uşağım gətir. Gəl burada saxlaya bilmirəm.
Ay Allah. Aç da. Açın. Hə, aç. Baxın, değer bakın. O da bakın, çok da bakın. Bu nerede? Sen aç lütfen burada. Allah ölüm sensin. Hoş. Baba şeydin neresi? Oradan Zeyd üçün alıblar. Arkadaşlar Zeyd üçün hediye alıblar. Nə Zeydi həqiqi, nə Zeydi çəkə bilirəm, nə bibisini. İkisini də çəkəmirəm. Bakın kızlar. Gözlə. Bunu da balacadır. Kapışın bunu da öyle. Saram böyüdü. Silikon bəbə. Zahmet Ay Allah, aşkım. İlk bacından hediyen geldi arkadaşlar. Zeyd için görün ne güzel hediyeler alıblar. Eli dolu gəliblər. Ay Allah, ay Allah. Açıp baxarıq indi bunlara. Zəhra, gəl bura. Gəl bura. Sən gəl də bura. Niyə? Yox, mənim yanıma gəl. Kızı gəl də. Arkadaşlar, Zəhra Zeyd üçün hədiyyə alıb. Bir ədəd, deməli, şampun. Ay Allah. Bir ədəd sabun. Bir ədəd uşaq paraşoku. Ay Allah, aşkım, bacın hər şeyi alıb sən üçün. Ay, salfetkaya kimi fikirləşib. Sən halal da Allah'ın olsun. Soram. Pripiskası. Yox, prisipka çaşdım. Başqa nə var? Bu da nəmləndirici kremi. Çox sağ ol Zəhra. Teşekkür ederim. Hakkımı halal elə. İlk Zəhra'dan gəl. İlk hədiyəsini Zəhra aldı arkadaşlar. İndi Sıra səndədir Zəhra ki, 2 gün qalıb. o sırayla da onunla nə əlaqəsi? Bir də Nakuş bibisi hədiyyə alıb, ona da baxaq. Bu da bibisinin hədiyyələri. Ay Allah, bibisi bu çox balacadır bibisi. Zeydin əyninə böyüdü bu bibisi. Ona bax bütün başından ayağına kimi görünmür də hə kamerada bu qədər balaca olduğu. Papaqlar da var. Balacadır. Nə gözəl şeylər alıblar. Ay Allah. Ha, bu olacak. Ay Allah. Arkadaşlar BBC soft body'lər alıb balam üçün. Şeyden almışım 90 oldu. Mayka papaq alıb, ipli papaq. Bir dənə də belə ipli papaq. Bir dənə də belə ipli papaq. Ay Allah, ayda nə qədər şey almışsan. Bir dənə belə body, Disney body. Ay Allah. Belə bir bələməyə əski alıb. Ay Allah, nə gözəldir bunlar. Çox qəşəngdilər. Bibi, mən oğlanam, ay bibi. Bu nədir ay bibi? Asırın dedi oğlan kız farkı yok. Zarafat eləmdə, sataşıram da, mama dayan da. Hoşun geldi o renkten ona göre. Çox qəşəng. Nakuş, çox sağ ol Nakuş. Gel. Taxtı papağını. Şəhriyara oxşayıran ayda. Şahdiyan kopyası. Baldız ki baldız da, yəni Sen de dədəsinə. okşuyordun aşkım. Sen şahdiyan nasıl okşuyorsun? Zarafat eləyirəm. Arkadaşlar, deməli, bugün Zeydlə irəliləyiş var. Demək olar ki, özüm məşğul olmağa başlamışam. Artıq yeməyini falan ayarlaya bilirəm. Vaxtlarını özüm tuta bilirəm. Çığır-bağır salmamış yedizdirə bilirəm. İrəliləyiş var yəni bugün. Biraz pampersdə zəifəm. O da göbək bağı hələ düşməyib ona görə. İndi mama biraz Zeydə baxır. Mən gəlmişəm yemək yeməyə. Görüm neynirlər bunlar. Bəh. Yemək içmək nədirsə? O nə sifət? Kimə? De bu yanındakı. Kim ben? Yo, de bu o biri yanındakı. Bunda zarafat etdi. Asmalar. Ayda mən qabağımda sarımsaq yeməyin. Aşkım. Ama tez yiyeceğim canım mama gelsin. Hə. Növbələşirlər bunlar. Mənim yeməyim hansıdır? Nasıl gelin ben bizim mama atarlaydım. Bəh. Dozanmadım. Baldızım nə gözəl cücə plov eləyib arkadaşlar. Nuş olsun. Uşaqlar, deməli indi Şəhriyara xırda mini bir qışqırtma eləyəcəyik, mini bir test eləyəcəyik, belə deyək.
Ay Allah, ibnəliyimdən əl çəkə bilmirəm. Şəhriyarın canından əl çəkə bilmirəm. Siz bilirsiniz də uşaqların üstündə Şəhriyar çox həssasdır, həddindən artıq. Elə bizim də üstümüzdə. Yəni bir şey olan kimi, birinə bir şey olan kimi panik atak keçirdir. İndi bayaq burada saçımı yığanda əlimi qaldırmışdım belə arxaya. Yaram ağrıdı, özümü tuta bilmədim, arxaya yıxılırdım az qalsın. Rəngi zadı qaçdı, əsəbləşdi, getdi, uzandı uşaqların otağında. İndi onu bir dəfə də dəli eləyəcəyik. Güya Zeyd yıxılıb. Yəni yıxılıb deməyəcəm. Aşkım Zeyd belə bir dənə orada konsert verəcəm, görək nə reaksiya verir. Baldızım da bura şiş qoyub arkadaşlar. Soğana keçirdib şiş qoyub. Gələndən sağ olsun bütün adət ənənələri tətbiq eləyib. Şako Zeyd yıx. Şako Zeyd yıx. Şako. Şako. Deyəcəkdim ki, aşağı düşürəm. Zeydin yanında qala bilərsən, yıxılıb eləyər birdən. Gəbərirsən. Mən gəbərmirəm, sən gəbərsən aşkım. Onu qaldır, mən qaldıra bilməyəcəm. Şako. Ay Şako. Puf qaldı yerdə. Puf qaldı yerdə. Bunu gəl düzəlt də. Aşkım, mən deyirəm. Aşkım söndür, yaram ağrıyacaq, yaran ağrıyacaq. Mən babamlar neynədim? Mən deyirəm Zeyd yıxılar birdən. Qal yanında, düşüm də aşağı. Söndür bir dənə, söndürsən. Gəl qal balavun yanında. Düşün bir dənə aşağı, zəhmət olmasa. Pufu düzəlt. Gəl. Onlarda mənim günüm yoxdur. Zarafat eləyim, getmə, zarafat eləyirdim. Qışqırtma. Şu an yaralı halımla eləyə biləcəyim maksimum qışqırtma buydu, bağışla. Yaram üstə çox pis düşdü. Həqiqət deyirsən, bağışla aşkım. Mən zarafat eləyirdim, Quranan duysun. Bağışla. Həqiqətən. Öz yaram ağrı deyə. Yaxşı. Yaxşı da aşkım, bitti. Söndür bunu da. Söndür də səndən xahiş edirəm. O balaca dümbələ gələndə mənim ömrümə, günümə girmə. O nə gecə yuxum qalıb, nə yatışım qalıb, nə duruşum qalıb. Mən belə bir şey görməmişdim. 5 nəfər İspanlıda yatırıq. Naidə deyildi. 5-imiz də bir də uşağın başında yatırıq. Nədir? Kral gəlir. Nə çox da bunu qovaram mı evdən? Qovsan ayağı yoxdur, Nə durub yuxum qalıb, getirmək. nə gündüzüm qalıb. Bu necə şeydir ha? Aşkım zarafat elədim də. Özdə sizə kim deyir? Balnitsası bir balnitsa, həyatı bir həyatı, özü bir həyat. Maşallah dinən, maşallah dinən. Bütün ailə hamısı sizin uşaqlar bilmirəm gənclər kim Aşkım mən baxa bilmirəm də. Bir də uşaq dünya yanında hamımız yığışırsınız bir otağa. Mən otağıma girə bilmirəm. Aşkım. Burada yatıb soğuksan otağa. Otağın içində otura bilmirəm. Ömrümə gülmə girib mənim. Ay anama ilişdiyə. Namazı da mənim düz başımın üstündə qızır. Gözümü açdım görüm elə bildim ölürəm, aparırlar məni. Ay aşkım. Qərəz geyinib namazı qılır mənim başımın üstündə. Dostlar, da yığılmışam, mənə kömək eləyin. Yalvarıram kömək eləyin. Gör mənim mamamın. Anasını da yatıb soxub otağa. İndi bacımı da yatırdı, onu da soxdu otağa. Bir adam otaqda olar, yenə də məni duruzdururlar. Get onu yatır, get bunu elə, get onu elə. Mən yazığam bax, mən yazığın gəlmir səni. Aşkım sən günorta yuxusu yatmısan, misal üçün mən yatmamışam. Günorta yuxusunda belə yatdım da sən, qurban olum. Mən o günorta yuxusu nə üstümə örtən olmuş, nə bir şey. Ay Qarnım ölərəm. işləməklə durmuşam. Ölərəm sən üçün. Aşkım şeydir. İndi o son düz tini keçdi mənim qarnıma. Ay yazıq. Şəku, bizim otağımız çox yuxarıdadır, ən axırıncı mərtəbədədir. Camaat qalxıb düşə bilmir, yığışırlar bizim otağa da. Neyniyək? Mən baxa bilmirəm, sən də baxa bilmirsən. Etiraf elə, yəni %100 deyilsən də aşkım. O da gəliblər kömək edə. Nəyimdir? Aşkım, uşağı mama yuyur.
Nahidə kömək eləyir, pampersini dəyişir. Yəni Bu da sağ ol da. Özünə deyirsən bunları. aşkım məndə sıfırdır da. Mən 2-3 gün öyrənəcəm. Bu yemək verməyi ücə öyrəndim. Qazını çıxartmağı, qucağımda yatıstırmağı, götürüb qoymağı, dəyişdirməyi yerini zadı. Papağını taxa bilmirdim, taxmağı öyrəndim. Əlcəyini taxa bilmirdim, qorxurdum əli sınar. Gündəliyə yatırıb qiymətlərini yazım. Mənə niyə saysan bunları? Bir dənə qalıb pampersini dəyişmək. O da gözləyirəm göbəyi düşsün, rahat dəyişim. Göbəyindən qorxuram, qopar göbəyi. O da yatan yeri mənim başıma düşür. Bir də ki, yuya bilmirəm, uşağı çox balacadır hələ. O 2 dənəni də öyrənsəm, tək baxaram. Onsuz gedirlər hamı. Sabah ayda gedir. Bir gün səhər tezdən də mama gedir, qallıq tək. Ya Allah'ın olsun. Allah'ın olsun. Ki bizi qoşurlar neydi? Nəysə, getdim mən. Arkadaşlar, dinən. Yo. Dinən. Bezmirsən canınla? Kömək eləyim mənə. Amma giti. Vallahi Kim gəlib heç- bizdən qala bilər? Heç bir dənə gecə yuxusuz qalmısan. Gündüzü heç bu gün sən uşaqla demək olar ki, heç bir məşğuliyyətin olmayıb. Bir dənə yemək yeyəndə bayaq kömək elədin, şu. Yeni vakansiya qonaqlar axtarırıq. Yeni Vakansiya qonaqlar. Yeni vakansiya qonaqlar axtarırıq. Yo, mama Xahiş edirəm CV-lərinizi verin. Ailə neçə nəfərdən ibarətdir? Göndərin. Mama gedənə qədər mən tam sərbəst. Bax bu gün Zeydin 5-ci gündür. Sabah 6 axşamdır. Sabah öbür gün mən tam sərbəst. Zeyd 10 günün tamam olsun gedirik gəzməyə. Səni İnşallah. qışqırtma eləyəcək. Səni gedən yerdə itələyəcəm, yıxılıb yapışasan yerə. Yo, Zeydə başqa bir qışqırtmam var. İndi hazırlayacağam. Bir 3 ilə 4 ilə o qışqırtmanın ikinci partı gələcək. Sən o qədər gözəl qədərçəsən ki, anam sabahın sözünü verə bilmir. 4 il. Yo, mənə bir şey olsa da bacılarına tapşıracağam, onlar eləsin. Sən yollu. Sən nə üçün olsun? Olsun mənə. Allah eləməsin. Yo. Heç bizdə işin olmasın. Nəysə, yaxşı, heç birimizə heç nə olmasın. Yaxşı söz danışın, yaxşı olsun. Hə, yəni sən dedin, mən də davamını Dostlar, gətirdim. Zeydin 40 axşamın təntənəli şəkildə çox böyük bir qalmaqallı bir yığıncaqla. Əvvəllər arkadaşlar mən deyirdim ki 40 məclisi də lazım deyil, istəmirəm. Mənim çatmırdı ki 40 məclisi nəyə görə o qədər təmtəraqlı edirlər. Mən başa düşdüm aşkım. Uşağın zirbillərin geridə qoydum. Geridə qoydum kutlamasıymış bu 40 kutlaması. Mən indi dərk elədim ki, Camal niyə bayram eləyir? Həqiqətən də bayram olunmalı bir hadisəymiş. Yəni buna qatışmayacağam, mane olmayacağam. Nəysə, Şəhriyarə minik qışqırtmamızla videonu sonlandırıram. Videomuzu bəyəndinizsə kanalımıza abunə olub like atıb yorum yazmağı unutmayın. Maçi guçi. Bəs də sən də vicdan əzabı verdin.